Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 25 aprel 2026-cı il astroloji baxımdan enerjili və ünsiyyət yönümlü təsirlərlə davam edən bir gündür. Dünəndən başlayan Veniranın Əkizlər bürcündə hərəkəti bu gün də gücünü saxlayır və münasibətlər, sosial əlaqələr, ünsiyyət və şəxsi cazibə mövzularını daha da ön plana çıxarır. İnsanlar daha açıq fikirli, maraqlı söhbətlərə meyilli və yeni tanışlıqlara hazır olurlar. Ay günün böyük hissəsində Şir bürcündə qalmağa davam edir. Bu isə emosiyalarda özünü ifadəni, diqqət mərkəzində olma istəyini və yaradıcılıq enerjisini artırır. Günün ikinci yarısına doğru enerjidə bir qədər dəyişiklik hiss oluna bilər, amma ümumilikdə gün aktiv və hərəkətli keçir. Ayın artan fazada olması isə yeni planlara başlamaq üçün əlavə stimul verir. Bugün ünsiyyət qurmaq, fikirləri bölüşmək, sosial dairəni genişləndirmək və özünü ifadə etmək üçün çox uyğun zamandır. Amma diqqətli olmaq lazımdır ki, münasibətlər səthi qalmasın və verilən sözlər ciddi şəkildə dəyərləndirilsin. İndi isə bürclər üzrə 25 aprel gününün təsirlərinə baxaq. Qoç bürcü üçün ünsiyyət hələ də əsas mövzudur. Yeni ideyalar, maraqlı söhbətlər və ani qərarlar gündəminizdə ola bilər. Özünüzü ifadə etməkdə çətinlik çəkməyəcəksiniz və bu sizə üstünlük qazandıracaq. Boğa bürcü üçün maliyyə məsələləri diqqət tələb edir. Yeni qazanc imkanları yarana bilər, amma xərclərdə balansı qorumaq vacibdir. Praktik düşüncə bugün sizə çox kömək edəcək. Əkizlər bürcü üçün cazibə və diqqət mərkəzində olmaq davam edir. İnsanlar sizə daha çox maraq göstərir. Özünüzü yeniləmək, imicinizdə dəyişiklik etmək və yeni başlanğıclar üçün çox əlverişli zamandır. Xərçəng bürcü bugün də daha çox daxili aləminə yönəlir. Keçmiş düşüncələr və hisslər üzə çıxa bilər. Bir qədər tək qalmaq və düşünmək sizə emosional balans verəcək. Şir bürcü üçün gün enerjili və aktiv keçir. Diqqət mərkəzində olmaq, özünü göstərmək və liderlik etmək istəyiniz artır. Yeni fürsətləri qaçırmamaq üçün aktiv olun. Qız bürcü üçün bir qədər sakit və düşüncəli enerji hakimdir. Arxa planda plan qurmaq, analiz etmək və gələcək addımları müəyyənləşdirmək üçün uyğun gündür. Tərəzi bürcü üçün sosial həyat canlanır. Dostlarla görüşlər, yeni tanışlıqlar və maraqlı tədbirlər mümkündür. Ünsiyyət sizə uğur gətirəcək. Əqrəb bürcü üçün karyera mövzuları ön plana çıxır. İşdə diqqət çəkmək, özünü sübut etmək və irəliləyiş əldə etmək üçün imkanlar yarana bilər. Oxatan bürcü üçün yeni biliklər və təcrübələr önəmlidir. Səyahət öyrənmək və dünya görüşünü genişləndirmək istəyi artır. Oğlaq bürcü üçün maliyyə və ortaq resurslar mövzusu aktuallaşır. Daha diqqətli və planlı davranmaq vacibdir. Dolça bürcü üçün münasibətlər sahəsində hərəkətlilik var. Yeni tanışlıqlar və mövcud əlaqələrdə inkişaf mümkündür. Balıqlar bürcü üçün gündəlik həyat və sağlamlıq ön plana çıxır. Özünüzə daha çox diqqət ayırmaq və rejim qurmaq üçün uyğun zamandır. Beləliklə 25 aprel 2026-cı il ünsiyyət, sosiallaşma və şəxsi ifadə baxımından aktiv və imkanlarla dolu bir gündür. Bu enerjidən düzgün istifadə edənlər həm münasibətlərdə, həm də şəxsi inkişafda müsbət nəticələr əldə edə bilərlər.